Namaz insanla Allah arasında ən möhkəm bağdır. Bu bağ qırıldıqda insan tədricən mənəvi boşluğa düşür. Namazı tərk etmək təkcə bir ibadətdən uzaqlaşmaq deyil, qəlbin işığını söndürmək, Allahla rabitəni zəiflətmək deməkdir. Maun surəsi 4-5-ci ayədə buyrulur: "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafidirlər." Bu ayə göstərir ki, namazı dəyərsiz saymaq, onu həqirə salmaq və ya tərk etmək insanı mənəvi cəhətdən ziyana uğradır. Çünki namaz qəlbi diri saxlayan və ruhu qoruyan bir sığınacaqdır. Başqa bir ayədə isə Allah belə xəbərdarlıq edir: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar fəy dərəsinə düşəcəklər." Namazı tərk edən insan əvvəlcə qəlbində boşluq hiss edir. Sonra bu boşluğu dünyəvi arzularla doldurmağa çalışır. Amma nə qədər çalışsa da o sakitlik, o rahatlıq geri dönmür. Çünki ruhun qidası ibadətdir və bu ibadətin ən ali forması namazdır. İmam Əli əleyhissalam buyurur: "Kim namazı yüngül saysa, axirətdə xeyir görməz. Namaz möminin Allaha yaxınlaşma vasitəsidir." Namazı tərk edən insanın həyatında tədricən mənəvi zəiflik yaranır. Səbr azalır, mərhəmət itir, qəlb qatılaşır. İnsan bəzən bunu dərk etmir, amma ruhunda bir yorğunluq, bir narahatlıq hiss edir. Namazı unudan bəndə zikri və dua ilə qəlbini təmizləməkdən uzaq qalır. Onun həyatı dünyəvi qayğılarla dolur, amma qəlbi boş qalır. İmam Sadiq əleyhissalam buyurur: "Namaz bəndə ilə küfr arasında bir sipərdir. Kim onu qorusa, imanını qoruyar." Bu səbəbdən namazı tərk etmiş bir insan üçün ən doğru yol tövbə və geri dönüşdür. Allah sonsuz mərhəmət sahibidir. Bir bəndə səmimi qəlbdə səcdəyə qayıdarsa, Rəbbi onu rəhməti ilə qarşılayır.